Uzun müddətli uçuşlar zamanı oturaq vəziyyət ayaq damarlarına zərər verə bilərmi? Hərəkətsiz oturaq vəziyyətdə olarkən qan aşağı ətraflardakı damarlara toplanır, durğunluq yaranır, varikoz xəstəliyi bu zaman fəsadlaşa bilir, hətta laxtalanma belə inkişaf edə bilər. Bəs uzun müddətli uçuşlar zamanı nə etməliyik? Ümumiyyətcə 1 saat, saat yarımdan artıq uçuş davam edirsə, təyyarədə ayağa qalxıb kiçik yürüyüşlər etmək məsləhətdir. Tez-tez su içmək tövsiyə olunur. Uzun müddətli uçuşlar zamanı kompression corab geyinmək tövsiyə olunur. Əgər alkoqol, kofein istifadə edirsinizsə, uzun müddətli uçuşlarda bunu ya tam azaltmaq, ya da ümumiyyətcə məhdudlaşdırmaq lazımdır. Əgər artıq ayağınızda varikoz problemi varsa, artıq çəkiniz varsa, daha öncələr tromb keçirmisinizsə, o zaman uçuşdan öncə həkiminizlə məsləhətləşmək lazımdır. Bu zaman həkim sizə uçuşdan öncə hətta qandırıldıcı təyin edə bilər. Unutmayın, sadə vərdişlər sizi varikozun fəsadlaşmasından qoruya bilər.